Yay gəldikdə Azərbaycanın səfalı güşələrinə üz tutanların sayı da artır. Bu ünvanlardan biri isə Xəzər sahilində sıx meşələrin qoynunda yerləşən Nabran qəsəbəsidir. Buranı fərqli edən əsas məqamlardan biri də təbiətin özünə məxsusluğudur. Məhz elə buna görə də Nabran turistlərin və yerli sakinlərin marağına və üz tutduğu məkana çevrilib. Onu da qeyd edək ki, Nabranda bir çox istirahət mərkəzləri fəaliyyət göstərir. Burada ailəvi istirahət mərkəzləri, bir-birindən fərqlənən restoran və iaşə yerləri turistləri qəbul edəcək və hər bir kəsin cibinə uyğun otellər fəaliyyət göstərir ki, qeyd etdiyimiz bu məkanlar Nabranı ecazkar və fərqli bir turizm zonasına çevirib. Nabran turizm istirahət zonasının gecə həyatına gəldikdə isə buranı fərqləndirən rəngarənglik insana xüsusi zövq verir. Hazırda biz Nabrandayıq və Nabranın gecə həyatı ilə bir tanış olaq. Xərəy çörəyi pişirirlər. Görün necə ləzzətlidir. Bax, bu qutablar necə dadlı, ləzzətlidir. Göy qutabı. Bu nə qutabıdır bibi? Bu qarın kitabıdır, bu yağlı səsədir. Bu da ki, göydür. Qiymətləri neçə olur bibi? 2.50-yə. Bəli. Bu da 3 manata. Özünüz burada hazırlayırsınız, pişirirsiniz. Bəli. İsti. Allah köməyiniz olsun, isti.